Xoş gördük hər kəsi, xoş gördük dəyərli izləyicilərim. Tam 5 aydır video paylaşmıram YouTube'a və artıq videolarımıza start götürürük. İnşallah sizlərin dəstəyi ilə yeni videolarla qarşınızda olacağım, maraqlı vloglar və əyləncəli videolar çəkməyə başlayıram inşallah. TikTok'da, Instagram'da hər yerdə bildirirsiniz ki, yeni video gəlsin və artıq buradayam və start götürürük. Hər birinizdən dostlar bir saniyənizi ayırıb aşağıdan bir dənə like və bir də gözəl kommentinizi bildirin. Və bugünkü videomuz İstanbul vlog olacaq dostlar. Bilirsiniz ki İstanbul'da oldum və TikTok'da da Instagram'da da paylaşmışdım. İstanbul'da başıma nələr gəldi, necə bir gün keçdi, keçək videomuza. Başıma gələcəklərdən xəbərsiz gəldim hava limanına. Gördüyünüz bu yaraşıqlı, simpatik nikasıb oğlan Türkiyəyə gedir qardaş. İndi bilirəm deyəcəksiniz ki, bu yanındakı muskullu oğlan kimdir? Bu muskullu oğlan da Xalid müəllimdir, masterdir, İmam müəllimimdir. Onunla bir yerdə gedirik. Qeydiyyatdan keçib bir şeylər də atışdırdıq, düşdük yola. Bu arada 23 dekabrda Azərbaycana məxsus olan təyyarə qəzaya uğramışdı və buradan da orada həyatını itirən bütün insanlara Allahdan rəhmət diləyirəm və biz də 26 dekabrda yola çıxdıq və biz üçün çox çətin idi. Qəza sonrası həqiqətən dizlərim bükülürdü. Dizlərim əsə-əsə. Mindim samolyota. Let's go İstanbul. Təyyarəyə minəndən sonra konsert başladı. Zaman getmir. Həqiqətən də çox çətindir, amma şükürlər olsun ki, uça bildik. Türkiyəyə gəlib çata bildik. Sultan çox özüddə yəni. Sirkələnə gəldik, çatdıq İstanbula. İstanbula çatan kimi babat aclıq gəldi. Gördük bir dənə gözəl simit məkanı. Dedik bir dənə qəşəng adama bir dənə simit çay içək. Gəldik, dedilər 500 TL. Dedik biz qardaş ölkədən gəlmişik. Dedilər nə qardaş hə? Ne kadar tuttu kardeşim? 25 manat. Simit çaya. Simitimizi yedik, düşdük yola. Yolumuz Taksimə idi, otelimiz çünki orada idi. 1 saat yarım, 2 saatlıq yolla avtobusla gəlməyi qərarlaşdırdıq və əlbəttə gəldik, çatdıq İstanbul Taksim meydanına. Vətəndaşlara geçin. Hazırsanız mı? Ha. Bu da Taksim meydanı. Az qarına gəzdirir bura. Ha, ölürəm o seni. Mən düyü tap. Yağır, yağır. O şey var. İslam'a alışmışım. Biz İstanbula gələndən yağış dayanmır. Çünki dekabr ayında idi və yeni ilə 3-4 gün qalmışdı. Yağış dayanmırdı. Əlbəttə ki, bir simitlə insan doymaz. Ona görə dedik ki, Taksim meydanının dönərindən dadmalıyıq. Gəldik bir dənə Taksim dönərdə yeyək və gedək otelimizə. Taksim döner. Merhaba, nasılsın, iyi misin? Merhaba. Memlekete selam, Azerbaycan. Evet. Selam Azerbaycan'a. Dönərimiz də idi, çox dadlı idi və həqiqətən də qiyməti də elə yaxşı idi. Çünki 300 TL idi. 300 TL də bizim puluna 15 manat edir. 15 manata Bakıda 4 dənə dönər yemək olar rahat şəkildə ayranı ilə bir yerdə. Amma Taksim dönəridir və həqiqətən çox dadlı idi və gəldik otelimizə. Taksimə çox yaxın məsafədə otel tutmuşduq və günlüyü 100 dollar idi. Yeni il ab-havası olduğuna görə otellərin də qiyməti yüksək idi. Hər şey bahadır və otelimizdə biraz dincəldik. Səhər günə gözəl hava var burada. Və Taksim meydanında həqiqətən də çox gözəl ab-hava var. Bir dənə şey xoşuma gəlmədi ki, bir dənə belə yolka yoxdur, elə bir yeni il ab-havası belə yoxdur. Biz Targovada görürük ki, məsələn, yolka, şaxta baba, şaxta qız var. Gözəl mağazinlər ucuzluqdur, paltarlara çox ucuzluqdur, yeməklər yüksək olsa da geyimlər həqiqətən də çox ucuzluqdur. Biraz alveriş etdik. Əlbəttə ki, axşam yeməyin içində bir restoran seçdik və burada heç də ucuz deyildi. Hardasa 2000 TL də axşam yeməyimizə çıxdı. Güzel yer ha. 5 tanesi men ediyordu. Sızdıra bilmirəm ki. İndi bir dənə də onluq qoyacam da. Belə deyəndə. 1100. Həqiqətən də cibə pul yerləşmir, amma xərcləyəndə birdən xərclənir. Səhər tezdən ayıldıq. Dedi ki, otelin səhər yeməyi var. Həqiqətən də bizi sevindirmişdi. Çünki Türkiyədə yemək çox baha olduğuna görə səhər yeməyi ən azından otelin qarşılaması çox qəşəng oldu. Otel yeməyi də xudmani idi. Yəni gördüyünüz kimi elə də böyük bir otel olmadığına görə və 100 dollarlıq oteldə nə gözləmək olar? Elə bu məncə yaxşı idi. Səhər yeməyimizi yedik və əlbəttə ki, Türkiyəni biz gəzməyə gəlmişik. Burada dincəlməyə gəlmişik və yeni şeylər kəşf etməyə gəlmişik. Ona görə də çıxdıq biraz gəzintiyə. Salam aleykum. Bu gün nərdəyik? İndi şeydəyik, Taksimdəyik. Taksimdəyik və yolumuz bu günləri Beşiktaşadır. Yəni bir yerdə gedək. Bax bura gedirik. Bakırla gidirik gəmi ilə. Hadi bakalım. Xalid,
Ha. Beşiktaş'ta olmusa? 5 il bundan əvvəl. Ha, ola Beşiktaş görək nasıl bir Beşiktaş benim ama vapur geçendir. Aha. Çünkü Bakıda gemi olmadığına göre burada adama daha çok dikkat maraqlı gəldi. Belə səyahətdə. Şimdi Turameli gəmi ilə geziyor. Hava necədir burada? Hava Külək yoxdur, Külək sıfır yoxdur, küləkdir, amma amma bir dənə şaxta var. iqlim dəyişikliyi sonra Ha. da istəsən ki. Dənizə artıq çatırıq. Piyada gəlirik dostlar, kardiodur. Xaliq, Alo. Qatara gəlmişik indi biz. Bura harayda bura? Vapura gəldik. Kabataş'da bura Kabataş. Buradan Ha. gezi Üsküdar'a. Üsküdar'dan bütün Prama mənzərə, körpüz var. Üsküdar. Oradan da başqa bir yerlərə indi gedərik də. Bugün azca gezirik. Evet. Lan fikirsən, hem gəmi var, hem şey var, nedir, tramvay, çok şey var. Nəqliyyat çox qəşəng. Allah'ım olsun. Bugün nəqliyyat var, yenə probka var. Vapura mindik və biraz gözəl şəkillər, biraz gözəl mənzərədə çay içdik. Həqiqətən çox gözəl mənzərəsi var buranın. Və bu arada bizim hədəfimiz nədir? O körpü var ki, məşhur Türk İstanbul körpüsü. Ora getməkdir. Əlbəttə ki, saat da artıq axşam saatlarıdır. Gəzmişik və ərinmədik. Yağışda, küləkdə ora piyada getməyə qərar verdik və yol boyu çox maraqlı hadisələr baş verdi. Aa, sən dəlisən. Metro gözləyir. O bir dənə qıdırlayıb da. Roman olsun buraları tut. Bir dənə kayıfda oturarsan ha. Zarafatsız bir dənə kayıf verir. Bir də yarımsan, bir də yarım. Son yapışır ayağından bırakmıyor da. İstanbul'un bu başından o başına kimi rahat. Satandan soruşuruq. Bu qədər gez danışam Allah. 5 dəqiqəyə çatarsınız deyib. Biz İstanbul o başdan bu başa gəzmişik. Nəyinə görə? Evdən. Zala taksiyə gələn adamam. Ama babat gəzdik ya. Ben sabahdan önce zala piyada geliyorum. Yürüyüb buradan da hazırıq Murat. Baxın o şeydir. Dözümlüyüm var değil mi? Allah gezmeye göre. Yatmaq yoxdur. Elə saat 3-də 4-də də gəzirik Murat. Səhərə kimi gəzirik. Tezde gelen sahnesiydi. 11'de kasaya girdi ki. Biraz problem olar. Esin də Murat, bu da yadigar qalır. Bütün heyvanlar Buna son. bax. Heyvanlar son şey yemeğe de Baxın. Bakıdakı heyvanları vuran, əzən, incidən insanlar. Baxın görün insanlar necə onlar üçün şərait yaradırlar. Baxın. Tüh! Və nəhayət o məşhur İstanbul körpüsünə çatdıq və məncə İstanbul vloqumuzu elə burada bitirməyin vaxtı gəlib çatıb. Həqiqətən də əyləncəli anlar oldu. Bir şeyə təəssüf edirəm ki, çox yaxşı kadrlar götürə bilmədim. Sırf əyləncəmində oldum. Amma gələn dəfə gedəndə çox qəşəng vloqlar çəkməyi fikirləşirəm və başqa ölkələrdə də olmağı arzu edirəm. İnşallah videomuzu bəyənin və gözəl fikirlərinizi də bildirin. Hər birinizə təşəkkür edirəm. Allah amanda, yaxşı ki varsınız. Videomuz bu kadar edeyim. Maraqlı və əyləncəli video oldu. Hər birinizə təşəkkür edirəm bu dəqiqəyə kimi izlədiniz. Və daha belə videolar üçün aşağıdan like və gözəl kommentlərinizi, fikirlərinizi bildirin. Və bu arada kəsintilər, maraqlı kəsintilər, ürəyinizə yatan kəsintilərdən də TikTokda paylaşa bilərsiniz. Hər birinizə təşəkkür edirəm və UC-lərinizi, jetonlarınızı tam güvənli şəkildə bizdən ala bilərsiniz. Aşağıdan gedən nömrələrinizi yazırsınız, rahat şəkildə alverişinizi edirsiniz. Özünüzdən müğayət olun. Gələn videolarda görüşərik. Yaxında yeni videolar qarşınızdayım. مگه میشه نباشی و دیوونه نشم بدون تو آخه هیچکی